Penetronun təsir prinsipi. Penetron, beton hidroizolyasiyası üçün dərin nüfuz edici təsirə malik unikal bir materialdır. O, konstruksiyaya həm xaricdən, həm də daxildən tətbiq edilə bilər ki, bu da yeraltı tikililərdə işləri əhəmiyyətli dərəcədə asanlaşdırır. Penetronun təsir prinsipi olduqca sadədir. Onun kimyəvi cəhətdən aktiv komponentləri betonun dərinliklərinə nüfuz edir. Beton öz komponentləri ilə reaksiyaya girərək orada əriməyən kristallardan ibarət bir şəbəkə yaradır. Bu kristallar bütün məsamələri və mikroçatları dolduraraq betonu su keçirməz edir. Bundan başqa yeni mikroçatlar yarandıqda və ya su təzyiqi artdıqda bu ağıllı kristallar yenidən böyüməyə başlayır. Bu proses beton bütün qalınlığı boyu tam hidroizolyasiya olunana qədər davam edir. Başqa sözlə, penetron betonun öz strukturunu dəyişərək onu həmişəlik və tamamilə su keçirməz edir. Səthin hazırlanması və tətbiqi. İndi isə beton səthinin hidroizolyasiya prosesinə keçək. İlkin hazırlıq. Əgər varsa, təzyiqli su sızmaları öncədən aradan qaldırılır. Bütün çat, birləşmələr, tikiş və qovşaq yerləri, eləcə də kommunikasiya girişləri penekrit materialı tətbiq edilərək izolyasiya olunur. Təmizləmə. Beton səthindəki boya, kafel və sulaq kimi bütün kənar materiallardan təmizlənir. Beton səthində olan sement südü almaz disk vasitəsilə təmizlənilir. Daha sonra təzyiqli su ilə yuyulur. Nəmləndirmə. Diqqət yetirin. Penetron hidroizolyasiyasını tətbiq etməzdən əvvəl beton səthini yaxşıca nəmləndirmək, yəni onu maksimum dərəcədə suya doyurmaq lazımdır. Məhlulun hazırlanması və işlənmə qaydası. Penetron məhlulu qarışığını hazırlamaq üçün lazımi miqdarda su qarışığa əlavə edilir və 1-2 dəfə əllə və ya aşağı dövriyyəli drel vasitəsilə qarışdırılır. Konsistensiyasına görə alınan məhlul quru xamaya bənzəməlidir. Vacib qeydlər. Hazırlanmış məhlul qarışığı 30 dəqiqə ərzində istifadə olunmalıdır. İstifadə müddətində məhlul mütəmadi olaraq qarışdırılmalıdır. Məhlula təkrar su əlavə etmək qəti qadağandır. Penetron məhlulu səthə 2 qat şəkildə çəkilir. Bunun üçün sintetik tüklü fırçadan və ya xüsusi püskürücüdən istifadə olunur. İkinci qat, birinci qat hələ təzə, lakin artıq bərkimiş olduqda tətbiq edilir. İkinci qatı vurmazdan əvvəl səth yenidən nəmləndirilməlidir. Sonrakı qulluq və üstünlükləri. İşlənmiş beton 3 sutka ərzində mexaniki təsirlərdən və mənfi temperaturlardan qorunmalıdır. Bu müddət ərzində o, nəm saxlanılmalıdır. Bunun üçün betonun üzərini polietilen örtüklə bağlamaq və ya vaxtaşırı su püskürtərək nəmləndirmək olar. Artıq 14 gündən sonra işlənmiş betonun üzərinə üzlük və dekorativ örtüklər vurula bilər. Örtüklərin betona daha yaxşı yapışdırılmasını təmin etmək üçün betonun səthi almaz disk və ya metal fırça vasitəsilə penetron məhlulunun qalıqlarından təmizlənməlidir. Yeri gəlmişkən, penetron dərin nüfuz edici hidroizolyasiyasının adi səthi materiallardan üstünlüyü də məsələ bundadır. Burada yalnız səth deyil, betonun bütün qalınlığı hidroizolyasiya olunur.